Alo. Salam Ləman, necəsən? Dat. Buyurun, yaxşıyam, siz necəsiz? Gördün? Bir dənə söz soruşacaqdım səndən. Keçən səfər yadına düşür, qapının ağzında pişin ayağı qırılmışdı. Onu həkim apardın. Düzəldi, hə. Şükür, onu soruşacaqdım. Sağ ol. Cəmaat anasının qaynanası anasına çox bu pişik dərdi çəkir. Belə həyat yoxdur. Quran haqqı. Mən də. Yox, bir yaxşı qızın artistini gördünüz. Düzdür, arvad olmaq üçün çalışır. Bəlkə də qaynanası yanındadır. Prosto da elə də yoxdur. Ay bacım, mamavın qulaqları eşidə. Amma sən arvad olacaqsan, ha, sənə halaldır. Quran haqqı. Sən çox siyasətçil qızsan, ha. Ananı qaynanadan istəmək bir dəfə verişə də bir elə çıxmışdı. Sey danışırdı. O dərəcədə də hörmət eləyə bilərsən. Çox istəyə bilərsən. Qaynana yaxşı qaynanadırsa, hə. Amma da anadan çox istəmə. Dayaq eləmə də, dayaq. Dayaq eləmə. Dayaq eləmə ya. Alo. Alo. Bəli, buyurun. Salam, necəsən? Yaxşıyam, buyurun. Nuş olsun. Çox sağ ol, ay bacı, buyur. Maraqlı söhbət edin, maraqlı hekayə danışın mənə. Hə. Bax bir dənə, dolça pürçü oğlan. Necə olur? Elə bil mən Bakının bütün oğlanları ilə tanışmışam. Oturmuşam burada. O İlham Mirzəyev oturur 150 nəfərdən yalvarır. Dıqlayan. Dıqlayan yoxdur. Bürcü o deyir da, niyə bundan soruşmursunuz? Sən proqnozdan da. Dolça Bürcü ümumiyyətlə yaxşı insandır. Amma ona hardan gəlir, ora gedir. Yəni biləsən. Biraz elə bil biraz özün bildin də, biraz. Onu demə, bilmək istəyirdim. Hə, bildin lap yaxşı, gel. Sağ ol. Sağ ol. Bürclər haqqında söhbəti nə olar? Açmışam ki, söhbət elə. Bu kimdir? Zəng gelir, telefon zəngimiz var, 3 dəfə yığıb. Uşaqlar, bürclər haqqında yazacaqsınız, kapatıyorum. Quran haqqı əsəbləşirəm, söhbət eləmək üçün açmışam, vırtdaşmaq üçün. Gedin YouTube'a baxın. Alo. Koduma. Alo. 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 Salam. Salam. Necəsiz? Yaxşıyam, buyurun. Bağışlayın, narahat edirəm. Ay xanım, nə narahat, qurban olum, açmışıq ki, zəng eləyə sizdən, ha, buyur. Ərim mənə xəyanət edir. Kiminə? Harda, necə? Padrıqamla. Hardan bildin? Səhər açıldı da, hardan bildin? Gülürsən? Alo. Alo. Hə, buyur. Salam. Bilmədim. Necəsiz? Yaxşıyam, çox sağ olun, buyurun. Mən sual vermək istəyirəm ki, niyə mən bəxtim gətirmirdə? Mən görürəm ki, qızlar əl içində saxlanılır. Yəni mən gözəllik... Çünki harda lon var, onu tapırsan. Sualın cavabı budur. Budur. Hə, budur. Yaxşı. Lon tapma. Kimdir sevgilin? Hələ gördüm ki, o deyil. Oğlana necə davrandın? Neden deyəcəm sənə? Mən də birincidən heç də demədim də ki, belə tələblərim var, belə. İstədim ki, özü nəsə... Onu demirlər, tələbi göstərirlər. Qoyun kimi deməyə ehtiyac yoxdur, hə? Yox da demədim. Arada bir də belə sözlər axdım, gördüm ki, başqadır da, yox, mən nə bilim, istifadə olunmaq istəmirəm, nə belə eləyənlər. Əzdələn, ged uç buradan. Başım bıraq. Bıraxdım. Bırax da, Sağ ol, çox sağ ol. Alo. Bəli, buyurun. Alo. Yamoş, salam. Salam, buyurun. Necəsən qızım? Yaxşıyam, çox sağ olun. Sərəsiz. Gözəlliyim də. Yaxşıyam. Mən kosmetologam, həm də dəri həkim. Salamat qal, yerə.
Bəli, buyurun. Şar edir 100% ağzıyla. Alo. Sən də belə gündəmə gələrsən, o da təbdir canım. Alo. Bəli, buyurun. Yaman salam. Salam. Canlıdayım. Mənimlə biraz yavaş danışdı olar. Necə? Necə? Nənəmiz yaz. Alo. Alo. Bıcı batırlar ancaq. Bax. Alo. Alo. Bəli, buyurun. Alo. Xodun alda xanım obursun, nə olar? Mən səsim gəlmir. Bu nədir hamı mən alo. Alo. Salam. Salam. Necəsiz? Yaxşıyam, çox sağ olun. Benim bulanday qız. Alo. Ay bala, bura xəstəxanadır. Bunlar mesestradır. Yəni hamısı necəsiz ad boy verir. Necəsən Ləman? Buyurun. Necəsən? Yaxşıyam, buyurun. Bu necə səni keçində? Yaxşıyam. Ləman, sən bir söz demək istəyirəm. Hə. Mənim bir dənə istəyən oğlan var. Mən bir dəfə olub ayrılmışam. Nə? Bir dəfə olub ayrılmışam. Hə, biraz möhkəm danış, hə. Yaxşı eləmişsən. Nə? İstəyir. Amma bir oğlan var, məni istəyir. Mənimlə xoşu gəlir də. Hə. Amma oğlan anası məndən xoşu gəlmir. Mən görmüyüm, sadəcə şəklimi falan görüb. Mən bir gözümdə problem var, əməliyyat olmalıyam da. Hə, ondan görə məndən xoşu gəlmir. Hə, yoxsa xoşu gələrdi səndən, hə? Yəni heç görməyib də mən şəklimi görüb, mən oğlağa falan. Boşanmısan? Hə. Hara xoşu gəlir səndən? İstəyir Ceylanın xoşu gəlməyəcəkdi onsa səndən, hə? Oğlu da boşanıb da, nə moş. Nə olsun, kişilər olar da qadınlara pis baxırlar boşananda, bilmirsən bizim cəmiyyətdə, hə? Oğlan mən istəyir, deyir ki, başqa ev tuturam. Anam razılaşmır da, gəlmir sizə. İstəmir də, neyniyə bilərəm. Ev tutun, gedək bir yerdə yaşayaq. Zakızsız kəbinsiz? Yo, Zaksda kəbində. Qız onu? Hamısına da razıyım. Az mamasız da. Mən də deyirəm ki, bir müddətdən sonra bəlkə yoruldum, bezdim, dedin ki, mən evimə işimə getmək istəyirəm. Mən səndən getməyəcəm. Zakız kəbin olandan sonra getsin. Zakız kəbin eləyir da sənə. Eləyir, postum nə verim, amma gedərəm birdən sonra. Onda otur gözlə. Gözlə bugün sabah toyuna şahid olarsan. Nəman işte, mən də xoşum gəlir ondan, amma... Nə bir cüdür? Xoşum gəlir deyəndə ərə getməyə hazırlaşır. Xoşum gəlir, nə day baş vurunu. Nə bir cüdür? Boç. Sən nə bilirsən? Əlçizlər. Xoşum gəlir, nədir sevmirsən ki? Ərə getməyə hazırlaşır. Xoşum gəlir, nə day baş? Bir qonşunun oğlundan danış. Yəni, xoşum biləyimə yasada, yəni tanış olduğumuz hələ qısa müddətdir. Bir ay falandır da tanış olduğumuz. Hə. Hə. Nə qədər? Bir aydır. Bu yazaz, hə. Neçə yaşı var? Ay, mənim arxamda sürünüb, biri çay arxamca süründürdüm. Çox sürünüb, hə. İndi də tad özə bilmir. Deyir ki, yox, səndən xoşum gəlir, səni alıb aparmaq istəyirəm. Xoşum gəlir, xoşum gələn alırlar, hə. Yəni, istəyirdi o mənə. Mən istəyib, o mənim xoşuma gəlir. Mənə baxın, sənə jester eləyibdir. Mən bax, sevgilər günündə qəşəng hədiyə. Sonra hər vaxt... Qəşəng hədiyə nə? Qəşəng ətir naboru, bir də gül buketi. Sonra mən həftədə bir dəfə, 2 dəfə yeməyə falan aparır. Şotu nə qədər verir? 150, ən azı 100 manat, 150 manat. Nə ağarsız, ad günü keçirdiniz, banket zaldı. Nə yeyirsiniz? Çox yeyir amma. Hə? Çox yeyir, çox Hə, yeyir. çox yeyir, hə. Və kebab falan da, yəni
seti falan, kebab seti falan çox yeyir o bildiyim onun. Amma belə deyim sənə ki kilo oldu, yox. Prosta Az bildirmək kebabın başını bırax. Sən nə qədər yığır gün ərzində, nə qədər danışır? Ay, bütün günü gecə saatdan çekidə danışır, 12-dən sonra mat boy basır. Deyirlər qoç bir tutsa getsin. Getsin, həqqi deyirsən. Əkizlərlə qoçun ki tutacaq. Da mən nə bilim əkizlərlə qoçun ki tutacaq, tutmayacaq. Mən qoça ərə getməmişəm, bilmirəm da barca. Amma deyirlər getsin, tutacaq. Səni çox istəyirəm. Sağ ol canım. Əkizlər bürcüsən sən. Ona görə həndəm xəyasını heç bilmirəm. Getmək istəyir, getmək istəyir. Cəmaatın oğlunu bədbəxt eləməsən Allah. Qalmışam çıxılmaz bayramla. Etər edeyim. Minnətim Bana olsun. məsləhət bir ay bacı. Heç nə məsləhətim nə bilim vallah. Bilmirəm bacı, getməsin get də. Qoçlar ailə canlı olur deyirlər, get. Hə, bir ailə canlıdır. Yəni bir nəsə deyim, qayğıkeş olduğunu göstərir də. Sən yerim olsa zaks eləyərəm, kəbind eləyərəm, gedib oturaram orada. Neysə, nə anası? Güya hansı oğlan anası Mən heç istəyir? görməyəm. Məndən niyə xoş gəlir? Başım. Güya hansının anası Mən istəyir? gəllərdən tapıb Ben ne diyorum buna? Asla yeri yaxşı əsəblərimə toxundu ne? Alo. Alo.